şükür Allah'a ki bugün Qarabağı aldıq. Xocalıdakı yaşananların da hesabatı sorulur və sorulacaq daxila qədər. Önümüzdə duran məsələlərdən biri Azərbaycanımız üçün Qərbi Azərbaycan məsələsidir və bunu dünya ictimaiyyətinə çatdırmamız lazım. Ki, bura bizim tarixi dədə-baba torpaqlarımız olub və bizim orada böyüklərimiz orada yaşayıb və oradan 100 illər boyu çərçivəsində tədricən biz oradan məcburən göç etdirilmişik. Mən də o göç etdirilən bir nəslin bir nəvəsiyim və ya oğluyam, necə deyirsiniz deyin. Çünki dədə-babalarımın orada məzarları var. Və bu biz demirik ki, biz oraya zorla getmək istəyirik və ya zorla dediyim, yəni savaşla, müharibə ilə deyil. Biz oradakı haqlarımızı tələb edirik. Deyirik ki, bizim də dədə-babalarımız orada yeri var. Hətta bizim orada evlərimiz hətta boşdur. Biz bundan da məlumatlıyıq. Bizim o evlərimizi bizə versinlər. Biz də istədiyimiz zaman o evimizə də gedə bilək. Sülh içərisində, barış içərisində gedə bilək. Amma biz bunları təbii Türkiyənin özündə bilə bu bilgilərin bilməyən insanlarımız var ki, orada tarixi İrəvan torpağıdır. Orada türklər yaşayır. Hətta Türkiyədə yaşayan Iğdırda, Qarsda, Muşda, Tokatda, Amasya, Bursada, İstanbulda, İzmir, yəni Türkiyədə bu təxmin edirik ki, 2 milyondan çox insan, İrəvan kökənli insanlarımız yaşayır orada. Bunların zaten bəzi kəndlərdə hətta Azərbaycan türkçəsində danışırlar. Bəzilərində başqa Azərbaycan türkçəsinə yaxın olan ləhcələrdə danışırlar. Bu insanlarımızı məlumatlandırmalıyıq. Deməliyik ki, orada da bizim haqlarımız var. Bu haqq dediyimiz miras haqqıdır və bundan da xəbərlər olsun. Çünki orada kültürel mirasımız olub. Bunlar dağıdılıb, dağıdılmayanlar var. Evlər var ki, indi onlar həmin bir kültürdür, bir dəyərdir. Bəlkə də bir tarixi abidədir. Bunlara sahib çıxmamız lazımdır. Yəni, orayla ilgili insanların maraqlandırma düşüncəmiz var, maarifləndirmə düşüncəmiz var ki, oradakı zorla göç etdirən insanlarımız oraya ilə əlaqəli geri dönüş tələbi olanda, oradakı insanlarımız da, dünyadakı insanlar da deyib çaşmasınlar ki, deməsinlər ki, bu nədir? Gerçəkləri öncədən anlatmaq lazımdır və onun altyapısında dönüş konsepsiyasını həyata keçirtmək lazımdır. Beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti də bu barədə maarifləndirmək lazımdır ki, işimiz rahat olsun.